Salam qızlar, necəsiz? Bugün kargo açılışı videomla qarşınızdayım. Burada həm Trendyolun malları var, həm Temunun malları. Sizə açıb bir göstərəcəm. Trendyolun mallarının linkini post bölməsində qoyacağım hamısını və Temunun da buradan artikulunu yapışdıracağım sizlər üçün. Temu bağlamasından başladı açmağa. Belə bir ring light almışam. Bunu Temu'dan almışam. Çox xoşuma gəldi. Material dəmirdəndir. Çox bərk bir materialı var. Həqiqətən ring light-a çox ehtiyacım var idi. Aldım və canım qurtardı. Telefon məndə əlimlə çəkilirdi. İndi ora qoyub asanlıqla çəkə bilirəm. Və belə 3 rəngdən ibarətdir. Gün işığı və ağ işıq, bir də o ikisinin qarışığı. Çox gözəldir. İşığı çox güclü salır. Həqiqətən çox xoşuma gəldi. Və 2 telefon tutağacı var. Bunun bir telefon tutağacılığı da var idi, ondan istəmədim. 2 telefon tutağacı çox gözəl olar məncə, həqiqətən. Biri yuxarıda, biri ortada, çox super. Və işıqların dərəcəsini azaldıb çoxaltmaq olur. Bu da çox gözəl bir şeydir. Və Temu'dan belə bir qaş qələmi sifariş vermişdim. Bu da çox xoşuma gəldi. Yəni suya davamlıdır. Su vurdum, heç silinmədi. Demək olar ki 2 gün əlimdə qaldı, heç silinmədi. Çox qəşəngdir, bu da çox xoşuma gəldi. Və Trendyol açılışını eləyirəm, Trendyol kargo. Burada baxaq görək nə var. Kargolar məndə biraz qarışıqdır, üzr sayın. Biraz qarışıq açıram. Burada Marfozun gözəl saç spreyləri var. Bizim dilində desək saçlaqları çox xoşuma gəldi. 2 dənə sifariş verdim. Böyükdülər, ikisi də videoda balaca görsənir, amma həyatda böyükdür. Heç belə təsəvvür eləməzdim böyüklüyünü. Sadəcə dediyim kimi videoda bilinmir o qədər. Burada da Trendyol bağlamasını açırıq yenə. Yaxşı Trendyol bağlaması idi bu da. Dediyim kimi post bölməsində linklərini görə bilərsiniz, istəsəniz buyurub baxa bilərsiniz. Burada belə Barcelonun rəsmi səhifəsindən Trendyoldan 122-ni sifariş verdim. Amma alıb tərifləyirdi. Dedim mən də bir baxım görüm necədir. Ətirin qoxusu çox xoş bir qoxusu var, çox gözəl bir qoxusu var. Ona sözüm yoxdur. Sadəcə ətir heç qalıcı deyil. Çox tərifləyirdilər. Ətir qalıcıdır, xeyr, qalıcı deyil. Sadəcə burada ətirin elə bir qoxusu xoşuma gəldiyi üçün bəyəndim. Amma burada xəbərim yox idi ki, bu heç qalıcı ətir deyil. Rəsmində səhifəsindən almışam, yəni padelka deyil. Nə bilim, mənim xoşuma gəldi ətirin qoxusu, amma heç qalıcı deyil. Və burada yenə Temu bağlamasını açırıq. Biraz bağlamalar qarışıq düşdü. Və burada belə bir futbolka sifariş verdim. %100 pambıqdır. Həqiqətən çox xoşuma gəldi. Mən M sifariş verdim və onların elə bir razmerindən XS gəlir. Ona görə razmer orada XS göstərir. Həqiqətən çox xoşuma gəldi. Çox super.
Və belə bir fırça sifariş etmişdim. Heç xoşum gəlmədi, heç bəyənmədim. Çox nəzikdir, düzdür, tüklər tökülmür, amma ki çox nəzikdir. Heç xoşum gəlmədi bu fırçadan. Və belə Trendyoldan masam üçün belə dəst sifariş verdim və bu çox xoşuma gəldi. Parça materialdır, çox gözəldir. Bundan ikinci səfər sifariş verirəm. Çox əla. Bunlar belə bir dəstdir. Çox şirindilər. Masada da çox gözəl görsənir. Və videonun sonuna yaxınlaşırıq. Burada sizlə sağollaşıram. Əgər videomu bəyəndinizsə də abunə olub like atmağı unutmayın. Çox sağ olun.